Məzuniyyət əmri yaratmaq üçün MS portalına daxil olduqdan sonra sol tərəfdəki menyudan əmrlər, əmr yarat, məzuniyyət əmri yarat seçimi edirik. Açılan səhifədə əməkdaşlarla bağlı məlumatları görəcəyik. Axtar hissəsinə əməkdaşın FIN kodu, ad, soyad, ata adı, sənədin nömrəsi və əsas sənədin nömrəsini yazmaqla axtarış edə bilərik. Əməkdaş seçildikdən sonra növbəti olaraq məzuniyyət əmrinin yaradılması hissəsinə keçid edirik. Ərizənin tarixini ilk öncə seçirik. Ərizənin nömrəsi qeyd olunur. Hüquqi əsası seçilir. Burada bir və yaxud bir neçə maddə seçə bilərik. Növbəti hissədə məzuniyyətin müddəti xanaları doldurulur. Burada iş ili üzrə başlanğıc tarix ilk öncə seçilməlidir. İş ili üzrə son tarixi seçirik. Əsas məzuniyyət günlərinin sayını qeyd edirik. Əlavə məzuniyyət günlərinin sayını qeyd edirik. Gördüyünüz bu hissədə əlavə et seçimi etməklə digər bir il üçün məzuniyyət günlərinin sayını qeyd edə bilərik. Misal üçün, bir daha bütün məlumatları doldururuq. Buradan əsas məzuniyyət günlərinin sayını qeyd edirik. Əlavə məzuniyyət günlərinin sayı hissəsini boş qoymaq da olar. Gördüyünüz bu xanalardan hər hansı birini doldurmağımız kifayətdir. Bu hissəyə klik edərək məlumatı silə bilərik. İstədiyimiz qədər məlumatı əlavə etmək mümkündür. Məlumatlar doldurulduqdan sonra məzuniyyətin başlama tarixini qeyd edirik. Məzuniyyətin bitmə tarixini qeyd edirik. Və işə başlama tarixini qeyd edirik. Məhsul struktur bölmə hal-hazırda burada avtomatik insan resursları şöbəsi qeyd olunub. Əgər bu hissədə dəyişiklik etmək istəyiriksə, silərək yenidən yazmaq mümkündür. Əmrin tarixini qeyd edirik. Əmrin nömrəsini yazırıq. İmzalayacaq şəxsin məlumatları avtomatik olaraq əks olunur. Əgər burada hər hansı bir dəyişiklik etmək istəyiriksə, silərək yenidən məlumatı əlavə edə bilərik. Sil düyməsinə klik edirik və məlumatı əlavə edirik. Əlavə et seçimi etdikdən sonra FIN kodu yazırıq. Axtar düyməsinə klik olunur. Əlavə et seçimi edirik. Vəzifənin adını yazırıq. Sənədlər varsa sənədləri əlavə edirik. Sənədimizi seçdikdən sonra hamısını yüklə düyməsinə klik olunur. Başqa hər hansı bir qeyd varsa yaza bilərik. Və sənədimiz artıq əlavə olunmuş oldu. İrəli düyməsinə klik olunur və açılan səhifədə əsas sənədimizi görürük. Bu zaman əmrin nömrəsi, qeyd etdiyimiz, seçdiyimiz maddələr və bütün məlumatlar əks olunur. Geri düyməsinə klik edərsək, öncəki səhifəyə geri qayıdacaq. Sənədin qeydiyyatı düyməsinə klik olunan zaman isə artıq qeydiyyata alınmış olur və icrada olan məzuniyyət əmrləri hissəsində əks olunur. Ətraflı hissəsinə keçid edərək əmrlə bağlı ümumi məlumatları görə biləcək. Bu hissədə isə məlumatlara düzəliş etmək, ləğv etmək və yaxud göndərmək mümkündür. Ətraflı hissəsinə keçid edək. Burada ilk öncə ətraflı məlumat, sənədlə bağlı məlumatlar. Burada çap et düyməsinə klik edərək sənədi çap edə bilərsiniz. Əməliyyatın tarixçəsini görürük. Qoşma fayllar var isə bu hissədə görünəcək. Buradan endirmək və yaxud da baxış keçirmək mümkündür sənədə. Baxış keçirmək istəsək, klik edirik və baxış keçiririk. Əlaqəli sənəd varsa, əlaqəli sənədlər hissəsində əks olunacaq. Əməliyyatlar hissəsinə keçid edərək məlumatlara düzəliş etmək, ləğv etmək və göndərmək mümkündür. Məlumatlara düzəliş et seçimi edərsək, açılan səhifədə hər hansı bir məlumatı dəyişdirmək olar. Məlumatları dəyişdirdikdən sonra irəli düyməsinə klik edirik.
Gördüyünüz kimi dəyişdirdiyimiz məlumatlar artıq yenilənmişdir və əks olunur. İcra et düyməsinə klik edirik və sənədi dəyişdirmiş oluruq. Məlumatlarımız yeniləndi. Ətraflı məlumat hissəsinə keçid edək. Burada gördüyünüz kimi artıq status məlumatlara düzəliş edildi kimi əks olunur. Əməliyyat tarixçəsində də statusu dəyişmiş görürük. Ləğv etmək mümkündür. Bu zaman hər hansı bir qeyd varsa yazaraq ləğv et düyməsinə klik olunur və yaxud da sənədi göndərə bilərik. Göndər düyməsinə klik etdikdən sonra qeydimiz varsa qeydi yazaraq göndər edirik və sənədimiz göndərilmiş oldu. Bundan sonra sənəd bütün məzuniyyət əmrləri hissəsində əks olunur və imzaya göndərilmiş kimi görə bilərik. Ətraflı məlumat hissəsinə keçid edək. Burada artıq status göndərildi, əks olunur. Əməliyyat tarixçəsində də status dəyişmişdir. Sənədə baxış keçirə bilərik. Göndərildi. Əməliyyatın tarixçəsi, qoşma fayllar və əlaqəli sənədlər bölməsi. Asan imza ilə imzala düyməsinə klik edirik. İmzala. Və artıq məzuniyyət əmrimiz imzalanmış oldu. Bundan sonra əmrlərin reyestri, bütün məzuniyyət əmrləri hissəsində sənədimizi artıq imzalanmış kimi görəcək. Sənədə daxil olaraq baxış keçirmək mümkündür. Yeni qaydada ətraflı məlumat artıq imzalandı, əks olunur. Sənəd, əməliyyat tarixçəsi, qoşma fayllar və əlaqəli sənədlər.